Salam hörmətli tamaşaçılar. Bugün biz sizə Azərbaycan klassik şairlərimizin, klassik ədəbiyyatın çox layiqli, yəni o adət-ənənəni davam etdirən çox layiqli şairlərimizdən biri Məşədi Azər haqqında istəyirik sizə söhbət açaq. Məşədi İmam Əliyev Hacı Məcidoğlu Azər təxəllüs 1870-ci ildə Bakının Buzovna kəndində dünyaya gəlib. Varlı bir ailədə, tacir ailəsində. Atası istəyib ki, balaca Məşədi də onun yolunu davam etdirsin, ticarətlə məşğul olsun. Amma ədəbiyyata sonsuz maraq, ərəb dilinə, fars dilinə, qədim türk dilinə, hətta Yunan, Latın dillərinə və o dillərdə yazılmış ədəbiyyata olan marağı Məşədini bir dəfəlik ticarətdən uzaqlaşdırıb. Hacı Məcid kişi onu Bakıda çox tanınmış bir alim Molla Məlik Məhəmməd Rıza, Hacı Molla Məlik Məhəmməd Rıza adında bir ruhani bir alimin yanında dərs almağa göndərib onu Bakı şəhərində. Bir müddət orada təhsil alır, o alimin yanında təhsil alır. Sonra nədənsə Hacı Məcid kişi Maxasqalaya köçməli olur. Orada da Hacı Molla Qədirin yanında başlayır təhsilini davam etdirməyə. Eyni zamanda təhsil ala-ala özündən kiçik yaşlı uşaqlara da mollaxanada dərs deməyə başlayıb, yəni müdərrislik eləyib. Məşədi Azər hələ 20 yaşlarından artıq puxtələşmiş şair kimi şeir həvəskarlarının, şeir xiridarlarının arasında tanınmağa başlamışdı. 19-cu əsrin axırları idi də, yəni bütün Azərbaycanın hər yerində o məclislər təşkil olunmuşdu. Bakıda da Məcmuə-i Şüəra ədəbi məclisi təşkil olundu. Bir müddət Məmməd Ağa Cürmi ona rəhbərlik edirdi. Cürmi rəhmətə gedəndən sonra Məşədi Azər o məclisə rəhbərlik eləyib 15-ci ilə qədər, 1915-ci ilə qədər Məşədi Azərin rəhbərliyi altında olub. Çox böyük şairlər yetişib bu məclisdə. Yəni Mirzə Əbdixalıq Yusif kimi, Ağadadaş Müniri kimi, Mirzə Əbdixalıq Cənnəti kimi, Həşim bəy Saqib kimi, Seyid Zərgər kimi hələ öz aləmində haqqında söhbət açılmalı şairlərdir. Eyni zamanda da bizim müasirimiz ki, onu hansı ki biz görmüşük, onu Əli Ağa Vahid də həmən məclisdə puxtələşib çıxan şairlərdən. Səməd Mənsur da deyəsən. Səməd Mənsur da orada iştirak eləyib, bəli. Əli Ağa Vahid də o məclisin yetişdirmələrindəndir. Hətta Əli Ağa Vahidə də Vahid təxəllüsünü mənbələr cürbəcür yazırlar. Amma Məşədi Azər verib o təxəllüsü ona. Orada bir məclisdə bir yığıncaqda Cənnəti Yusifdən xahiş edir ki, bir qafiyə aç, bir şeir deyək. Yusif deyir ki, piri təbimdən cavanlar istəmişlər tazə söz. Onların zəndincə var təbimdə biəndazə söz. Cənnəti cavab verir ki, arifən billah olan hər gün yazar 1000 tazə söz. Sahibi təbi səlim yazmazdı biəndazə söz. Vahid də cavan olub bu vaxtlar. Vahidə deyirlər ki, bəlkə bunu sən deyəsən dalını. Vahid 3 beyt deyir. Təngidir qonca dəhani, gez gəlir avazə söz. Bir sənəmdir nazənin qoymuş özünü nazə söz. Sordum ağzın sirrini hər kimsədən, ey tazə gül, tapmadı 100 min xəyal etdi bu məxfi razə söz. Olmasa ustad bəzmində sözün billah qəbul, pirilər yazsın cavanlar üçün yenə bir tazə söz. Orada Məşədi Azər deyir ona ki, o billah sözünü götür, oraya vahid sözü qoy bir dənə. Olmasa ustad bəzmində sözün vahid qəbul, pirilər yazsın cavanlar üçün yenə bir tazə söz. Sən bizim bugündən bu yana məclisimizin vahidisən, mən sənə vahid təxəllüsü verirəm. Məşədi Azərin öz yazdığına əsasən o aşağıdakı əsərlərin müəllifidir. Oğuznamə 2000 beyt, Çingiznamə 1500 beyt. Bunlar heca şeirlərdir, hecadə deyib bunları. Şahnamədən tərcümələr, Rüstəm və İsfəndiyar 2500 beyt, Rüstəm və Söhrab 1600 beyt, Rüstəm və Birzu
2500 beyt. Tarixi İslam 3000 beyt. Dərya xan və Əhməd Mahmud hekayəsi. Aydəmir, Dərya xan, Bakı xanının qızı, o Bikə xanımdan əhvalatı. O da heca, o da bir poemadır. Səyyad və Bülbül 1000 beyt. Kəlilə və Dimnədən tərcümələr 1500 beyt. Qəzəlləri, hələ onlar bura düşməyib, yəni qəzəl ədəbiyyatı onun, qəzəlləri. Məxzənül Əsrarın tərcüməsi. Məxzənül Əsrarın tərcüməsi. 7 gözəldən tərcüməsi. Hətta Yusuf və Züleyxa məsələsi. Yəni çox 50 il həyatının demək olar ki, 50 ilini bu adam sırf yaradıcılıqla məşğul olub. Baxmayaraq ki, özü varlı ailədə böyüyüb, varlı ailədə yəni boya başa çatıb. Amma o Sovet hökuməti gələndən sonra bir çox ailələr kimi bunların ailəsinə də o zəfər toxundu. Bunlar da yəni müəyyən çətinliklərlə üzbəüz qaldılar. Hətta bir dörtlüyünün birində belə bir söz deyir. Səhrada sürüm yox, dəryada gəmim. Tufanlar qopsa da mənim nə qəmim. Dünyanın mülkündən, malından ancaq bircə təbim qalıb, bir də qələmim. Bunu hardasa bir 70 yaşından yəni sonra demiş şeirdir. Kifayət qədər yəni ömr eləmiş bir sənətkarda 81 il ömr eləyib. 1951-ci ildə rəhmətə gedib. Avqust ayının 8-i səhv eləmirəmsə rəhmətə gedib. Doğrudur bu, yəni ustalığını göstərib ki, həm hecada, həm əruzda, yəni o bir şair kimi, özü məhsuldar şair kimi özünü göstərib. Amma heca şeirləri tamam başqa bir mövzudur. Yəni onun haqqında danışmaq, əruz şeirləri tamam bir başqadır. Əruz şeirlərində sırf Füzuli ab-ı həvası, Füzuli ətir duyulur. Heca şeirləri özünə məxsusdur. Heca şeirlərində isə yəni heç bir heca şairinə oxşamayan tərzdə özünə məxsus şeirlər yaradıb. Azərbaycan Milli Elmlər Akademiyasının əl yazmaları tərəfindən çox gözəl bilirsiniz ki, Haşim bəy Saqibin divanını Hacı Mustafa Əliyev çap elədi və orada deməli onun sözündə görsənir ki, Haşim bəy Saqib Azərə necə ustad kimi yanaşır, Məşədi Azərə necə ustad kimi yanaşır və onun haqqında görün nə deyir. Saqib, cəhana fəxr elə, ustadı şairsən, təlim aldın Azəri Ali Cənabidən. Və yaxud da digər bir beyt. Çox təəccüb etmə Saqib, mən qəzəl ustadiyəm, aləmə fəxr eylərəm, ustam Azərdir mənə. Amma bayaqları bir məsələ dediniz, ona da mən öz fikrimi bildirmək istəyirəm. Yəni heca və əruz məsələlərinə. Heca vəzni Azərbaycan şeirinin, Azərbaycan dilinin öz təbiətindən doğan bir vəzindir. Dədə Qorqud dastanlarında, Mahmud Qaşqarda, nağıllar, bayatlarımızda, atalar sözlərimizdə bu vəzin inkişaf edib gəlir və təbii ki 11-likdədir. Bəzən şairlərimiz elə bilirlər ki, hecada yazırlar, sən demə 11-likdə yazırlar, sən demə mütəqaribdə yazırlar. Bəzən mütəqaribdə yazırlar, elə olur ki, keçib 11-likdə yazırlar və bunların arasında bu münasibətlər qurulur. Amma yaxşı şair, təbliğ şair, gözəl şair yəqin ki, öz bu şeirlərdə 11 kimi işlədir, mütəqaribi, mütəqarib kimi. Biz deməli Məşədi Azərin yaradıcılığında hər iki vəznin yanaşı olaraq inkişaf elədiyini görürük və siz deyən kimi ərzu daha güclüdür. Mən də Məşədi Azəri epiqonçu şair hesab edirəm, amma eyni zamanda bir yüngüllük var. Yəni bu məsələləri bilən, klassik poeziyanı bilən, ərəb-fars dillərini bilən adam üçün mən güman edirəm ki, əruzda yazmaq o qədər də çətinlik törətmir. Bu, yəni hecada məsələn sənətkarlıq göstərmək bu baxımdan bir qədər mənə gəlir, daha çətin olur. Bu mənada mən nəyi nəticəyə gəlmək istəyirəm? Biz dedik, siz başladınız ki, yəni hələ mən vahidiyəm Azərbaycanımızın, atəşi eşqə yalan Azərimiz evdə qalıb. Elədirmi? Vahid həmin ədəbi məclisin yitirməsidir. Vahid Məşədi Azərin şagirdidir, tələbəsidir. Cənnətinin, Əbdülxalıq Yusifinin tələbəsidir. Və Vahidi niyə biz bugün sevirik? Və bu şairləri oxuyandan sonra görürsən ki, Vahid həm bunlardır, bu şairlərin cəmidir və həm bu şairlərdən yüksəkdir. Vahid həmin onlardan gələn üslubu puxtələşdirdi və norm yazıldı. Mən də bu heca əruz haqqında bəzi yəni söhbətimizə qüvvət olaraq bir şey demək istəyirəm ki, bizim çox böyük heca şairlərimiz var. Elə 20-ci əsrdə yaranmış o böyük şairlərimiz ki var bizim.
Həqiqətdə də bunlar özləri o sənətdə çox böyükdülər. İstər Səməd Vurğun, Süleyman Rüstəm, Müşfiq falan. Bunlar əruz şairləri deyil, bunlar heca şairlərdir. Amma əruzda şeir yazanda nə ediblər? Məsəl üçün, Mikail Müşfiq kimi sözü uşaq da başa düşür. Amma bir dənə əruz qəzəli gəlib çıxıb bizə. Məcbur olub ki, əruzun bütün qayda qanunlarına riayət edilsin. Yəni, ona əruz kimi desin. Niyə? Çünki əruzun öz qayda qanunu var. Hecanın öz qayda qanunu var. Hecada yazdıqlarını əruzda deyə bilməzsən. Əruzda yazmaq istədiklərini hecada deyə bilməzsən. Bir insan ki, əgər bir şair əruz şairidirsə, onun hecadakı şeirləri mütləq zəif alınacaq. Əruzuna nisbətən zəif olacaq. Əgər bir şair heca şairidirsə, onun qəzəli də hecasına nisbətən zəif olacaq. Amma Xətai istisnadır. Xətaidə həm heca gözəldir, həm əruz gözəldir. Xətai bu Süleyman Rüstəm də istisnadır. Səməd Vurğun da istisnadır. Səməd Vurğunun ki, o 3 dənə, neçə dənə ki qəzəli var. Səməd Vurğun o Vaqifdə, Xanlarda, nə bilim Fərhad və şeirində və ilə axır başqa heca şeirlərində gördüyü işi orada görə bilməyib. Bu həqiqətdir də, yəni bu göz qabağındadır. Süleyman Rüstəm ikisində də iş görə bilib. Xətai kimi. Çünki əruzdan gəlib. Məşədə Əruzdan gələnlər sonra... Bəli, Məşədə Azər amma əruzda elə işlər görüb ki, o əlbəttə hecada o işləri görə bilməzdi. Mən onun bir qəzəlini istəyirəm oxuyum. Saçın ki, hər xəmi 100 piçü tabilən doludur. Saçlarımın ki, hər dügünü, hər əyrisi 100 düyünlə doludur. Saçın ki, hər xəmi 100 piçü tabilən doludur. Nə tab, min dili pür istirab ilə doludur. Hər düyün bir istirablı dildir, hələ bir ürəkdir bağlanır. Hər qıvram. Bəli. Qəmində bu dili pürxün o şişəyə bənzər ki, bəzmi eyşi tərəbdə şərab ilə doludur. Yəni, bu qəzəldə, yəni bütün beytlərə diqqət edirsiniz, görərsiniz ki, elə bir bunu Füzuli deyib. Yəni, o qədər gözəl bənzətmələrlə, o qədər gözəl, yəni, istər bəhri, istər qafiyesi, istər... Və mənaları bir-birinə mənaları elə uyğunlaşdırıb. Misralar biri-birinə elə tamamlayır ki, ikinci misra birincinin sübutudur, dəlilidir, oxşarlığıdır, yəni təşbihidir. Poetik məntiqdir. Çəməndə söhbət zülfi rüxün açıb bülbül, məşamımız yenə müşki gülab ilə doludur. Şəbi fərağıda şövqi rüxünlə bu dilizar, xəyal edir ki, cahan afitab ilə doludur. Fikir verirsiniz. Şəbi ayrılıq gecəsində üzvün həvəsi ilə bu yazıq ürəyim elə bilir ki, dünya elə günəşlə doludur, afaq günəşlə doludur. Yəni, onun üçün qaranlıq yoxdur. Gələk sanan məni bazar-ı eşqidə əli boş, İki gözüm sədəfi dürr-i nab ilə doludur. Xəyal-ı zülfi həmişə gözümdədir, azər. Olur o şişədə sümbül ki, ab ilə doludur. Görün, nə qədər yəni, əlbəttə bu cür şeirin yanında onun hecada dediyi şeirlər əlbəttə, yəni, nisbətən zəifdir. Vahidin, yəni, onun bir sənət əsəri olmağı, Vahidin üstündə çox işləməyi, yəni, demək olmaz ki, Əliya Vahidi bu cür şair azər eləyib. Əliya Vahidi şair eləyən eləyib. Sadəcə olaraq bunu istiqamət verib. Vahidi o, şairlikdən çox başqa bir insan kimi görmək istəyirdi həyatda. Vahid ki, o müəyyən, o laubali həyat bir müddət sürməyə başladı. Hətta onların bir məktubları da var bir-birinə. Məşəd Azər ona bu halda görüb, yəni ona bir məktubu var onun. Yəni, istəmir, yanır onun o cür halına. Vahidə belə bir məktubu var onun, deyir ki, Vahida, münfəil etmiş məni kirdarilərin, bəzi nalayıq olan şivə-i rəftarilərin. Ərəq etmiş səni rüsvai cahan, leykin məni ərəq-i xiclətə qərq eyləmiş ətvarələrin. İndi bilirsiniz də, ərəq bu iki mənada işlədir, bir tər mənasında da.
Səni əraq rüsvay cahan eləyib, mənə amma haçan eşidirəm, xəcalət tər basır. Müsküratə səni aluda görüb şam səhər, lənət eylər sənə nəşr etdiyin əşarilərin. Qədrivi, qiymətivi, bilginə ney kanı göhər, mədəni əzəmisən sən düri şəhvarilərin. Huşa gəl bir daha məğmun eləmə dostlarıvi, az deyildir sənin azər kimi qəmxarilərin. Mən qısa edirəm, bu biraz uzun şeirdir. Vahid də ona bir cavab yazır. Məni aludə yemək gözləri ahular edib. Bu gözləri ahular da o işarədir, o da rəmzidir. Yəni kiməsə Azər başa düşürdü, yəni o gözləri ahular deyəndə kimə işarə eləyir? Qutaran varmı əlindən bu xətakarilərin? Məstilik qəsdi ilə zöhdü vərədən qaçıram ki gözüm görməyə karın bu riyakarilərin. Bizi bir cam ilə mey nəşəsi yıxmışsa nə qəm, evi abad ola Azər kimi qəmxarilərin. Və ilaxı məktəb beytində deyir ki, Vahidəm, məsti görərkən məni çox eyb eləmə, tənəsindən içirəm bəzi dil azarilərin. Bir tərəfdən dövlət, yəni o qorxusu, Sovet hökumətinin o repressiyanın qorxusu, bir tərəfdən Vahidi pis insan kimi, yəni o xurafat adamları kimi qələmə verən o vaxt o dərbar şairlər. Bunların iki tərəfdən Vahidə hücum var idi axı. O rəhmətli zat söhbət eləyərdi ki, Ələkbər Şahid bir yol gedir, birdən qoydu özünü pianoğa. Nə var? Deyir ki, görmürsən, filan kes gedirdi, qoya da bilsin gələ pianolara, qoya da bilsin içmişə. Hələ o Vahid dərçəndir, yəni o inqilabi şeirlər yazmırdı, o Məhəmməd Adi döyürdü, o Mikail Müşfiq döyürdü, o Hüseyn Cavid döyürdü. Amma hər halda şair idi bu. Özü də yəni onlardan qabaq getməli idi bu. Ona görə ki, bu əgər inqilabi ruhda yazırdısa, tutalım Hüseyn Cavid, bu keçmişini göstərirdi. Keçmişini göstərən də o dövrdə o ideologiyanın birinci düşməni idi ki, sən keçmişini göstərib cəmaatın gözünə soxmayın. Ki, biz beləyik, şairimiz belə, nə bilim, Novruz bayramımız belə, nə bilim, filanımız filanı. Ona görə də Vahid, yəni hər iki tərəfdən təzyiqə məruz qaldığı üçün, yəni müəyyən həyatında dəyişikliklər elədiyi, sonra qaldı da boynunda, filan da oldu. Amma Vahid, Azər o əqidə baxımından bu döyürdü. Və Vahidin də o gününə düşməyinə çox ürək ağrısı ilə baxırdı. Bizim bütün şairlərimiz haqqında çox söhbət eləyə bilərik biz. O cümlədən də Məşəd Azər. Məşəd Azər bizim klassik ədəbiyyatımızın xəzinəsini zənginləşdirən, klassik şeirimizin naxışlarını bir qədər də, yəni əsrarəngiz eləyən, bir qədər də artıran, harmoniyada özünə məxsus, klassik şeirimizin harmoniyasında demək istəyirəm, özünə məxsus bir rəng çalarları getirən, özünə məxsus gözəllik getirən şairlərimizdəndir. İndi onun haqqında nə dərəcədə, nə qədər danışa bildik, danışa bilmədik. İndi hər halda tamaşaçılar yəqin ki, bizi başa düşərlər, çünki bu vaxt çərçivəsindədir. Bu anda bizim vaxtımız, hörmətli tamaşaçılar, sona yetir. Sağ olun diqqətinizə görə, gələn görüşlərə qədər.